Look at the pictures. Şəkillərə baxın. Make up a story according to the pictures in the given order. Verilən ardıcıllıqdakı şəkillərə görə hekayə qurun. Write at least 35 words. Ən azından 35 söz yazın. Şəkillərə diqqət etsək, biz nümunə cavab kimi aşağıdakı şəkildə qeyd edə bilərik ki, the boys are preparing for their football match. Oğlanlar futbol maçına hazırlaşırlar. Their coach is explaining the plan on the board, showing how players should play. Onların məşqçisi lövhədə planı izah edir, oyuncuların necə oynamalı olduğunu göstərir. Then the game starts and the players work hard to win. Sonra oyun başlayır və oyuncular qalib gəlmək üçün çox çalışırlar. Finally they score a goal. Sonda onlar, yəni nəhayət ki, qol vururlar. When the game ends, the players celebrate their victory. They are smiling and having fun. Oyun bitəndə oyuncular qələbələrini qeyd edir və gülümsəyərək əylənirlər. Qeyd etdiyimiz nümunə cavabımız hər üç şəkildə ardıcıllığı nəzərə alaraq qeyd olunmuş və verilmişdir.